Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycanın Cənub xanlıqları mövzusudur. 1747-ci ildə Nadir Şah Əfşar vəfat elədi. Nadir Şah Əfşar sui-qəsd nəticəsində öldürüldü və bunun nəticəsində Əfşarlar imperiyası süquta uğradı. Əfşarlar imperiyasının süquta uğraması nəticəsində Əfşarlar imperiyasının ərazisində müstəqil xanlıqlar, sultanlıqlar, məlikliklər yarandı. Və bunun nəticəsində Azərbaycan ərazisində də artıq Nadir Şah Əfşarın imperiyasının süqutundan sonraki dövrü xanlıqlar dövrü kimi səciyyələnir. Azərbaycanda xanlıqlar dövrü 18-ci əsrin ikinci yarısından 19-cu əsrin əvvəllərinə qədər olan dövrü əhatə etmişdir. Xanlıqlar dövrü 1747-ci ildə başlamışdı. Bu dövrdə Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbi nə idi? Bu dövrdə xanlıqların meydana gəlməsinin başlıca səbəbi Əfşarlar imperiyasının süqutu idi, iqtisadi əlaqələrin zəif olması idi, feodal pərakəndəliyi idi. Bu dövrdə xanlıqların meydana gəlməsinin başlıca səbəbi idi. Və bunun nəticəsində Azərbaycan ərazisində xanlıqlar, sultanlıqlar, məlikliklər və camaatlıqlar yaranmışdı. Azərbaycan ərazisində təxminən 20-yə qədər müstəqil xanlıq yaranmışdı. Həmçinin Azərbaycanın şimal torpaqlarında sultanlıqlar da mövcuddur. Qazax, Şəmşəddil, Borçalı, İlisu, Ərəş sultanlıqları vardı. Qarabağ xanlığının ərazisində isə məlikliklər də fəaliyyət göstərirdi. Hansılardır? Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan kimi məlikliklər vardı. Həmçinin Carbalakan camaatlığı da vardı. Azərbaycanın cənubunda hansı xanlıqlar mövcud olmuşdu? Urmiya xanlığı, Xoy xanlığı, Təbriz xanlığı, Ərdəbil xanlığı, Qaradağ xanlığı, Makku xanlığı, Sərab xanlığı, Marağa xanlığı, Zəncan xanlığı isə Azərbaycanın cənub torpaqlarında meydana gəlmiş xanlıqlardır. Azərbaycanın bu dövrdə cənubunda yaranmış ən güclü xanlıq Urmiya xanlığı idi. Ümumiyyətlə, Urmiya xanlığı Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizə aparan 4 xanlıqdan biri olmuşdu. Hansı xanlıqlardır Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizə aparan xanlıqlar? Urmiya xanlığı idi, Qarabağ xanlığı idi, Şəki xanlığı idi və Quba xanlığı. Bunlar bir müddət Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizə aparmışdır. Lakin bunların mübarizəsi uğurla nəticələnməmişdir. Azərbaycanın cənubunda yaranmış xanlıqlardan biri və ən güclüsü Urmiya xanlığı olmuşdu. Urmiya xanlığının əsası hələ Əfşarlar tayfasından olan Fətəli xan tərəfindən əsası qoyulmuşdu. Urmiya xanlığının bir müddət mərkəzi Urmiya, daha sonra isə Təbriz şəhəri ələ keçirildikdən sonra Urmiya xanlığının mərkəzi Təbriz şəhəri olmuşdu. Fətəli xan Əfşar mərkəzləşdirmə siyasəti yeridirdi. O mərkəzləşdirmə siyasəti yeritdiyi üçün hərbi qüvvəsini artırmaq üçün Nadir Şahın sabiq sərkərdəsi olan Azad xanla ittifaqa girmişdi və Xoy hakimi Şahbaz xanı da öz tərəfinə çəkmişdi və qüvvəsini artırdıqdan sonra, gücləndirdikdən sonra mərkəzləşdirmə siyasəti yeridirdi. Mərkəzləşdirmə nə? Yəni Azərbaycan torpaqlarını bir mərkəzə tabe etmək istərdi. İlk öncə olaraq Fətəli xan Əfşar Azərbaycanın cənub torpaqlarının Azərbaycan mərkəzi sayılan Təbriz şəhərini ələ keçirdi. Təbriz şəhərini ələ keçirdikdən sonra öz təsiri Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarına da özünün təsirini yaymışdı. Azərbaycanın cənubunda Ərdəbil, Zəncandan başqa, Ərdəbil, Zəncan, Makudan başqa bütün cənub torpaqları özünə tabe etmişdi. Bu dövrdə Fətəli xan Əfşar təkcə Azərbaycan torpaqlarını yox, həmçinin İranın da İran və Azərbaycan torpaqlarını ələ keçirmək uğrunda Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar bunun əsas rəqibləri idi. Kərim xan Zənd Şiraz hakimi idi. Məhəmməd Həsən xan Qacar isə Astarabad hakimi idi. Qacarlar tayfasının nümayəndəsi idi. Bu dövrdə Astarabad hakimi Məhəmməd Həsən xan Qacar da Azərbaycanın cənub torpaqlarının və İran torpaqlarının ələ keçirmək uğrunda mübarizə aparırdı. Astarabadlı Məhəmməd Həsən xan Qacar Azərbaycanın cənubunda əksər əraziləri özünə tabe etmişdi. O 1757-ci ildə Qarabağa yürüş elədi. Lakin Qarabağa yürüş eləsə də Qarabağ xanı Pənahəli xan onu məğlubiyyətə uğratmışdı. O Azərbaycanın şimalında
Qarabağda olarkən eşitdi ki, Şiraz hakimi Kərimxan Zənd Astarabada doğru hücum edir. Ona görə də öz qüvvəsini Azərbaycanın şimal torpaqlarından əl çəkdi və yenidən Astarabada doğru yürüşə başladı. Ancaq bu zaman geri qayıdarkən o Urmiyanı da özündən asılı hala saldı. Urmiyanı da özündən asılı hala salsa da, lakin Kərimxan Zəndlə mübarizə zamanı 1759-cu ildə sui-qəsd nəticəsində öldürüldü. 1759-cu ildə o sui-qəsd nəticəsində öldürüldükdən sonra artıq yenidən Urmiya xanı Fətəli xan Əfşar Azərbaycanın cənub torpaqlarının böyük əksəriyyətini yenidən özündən asılı hala saldı. Hətta ilk öncə o Azərbaycanın şimalında İrəvan xanlığını özünə tabe etmək istəsə də, İrəvan xanlığını tabe etmək cəhdi uğursuzluqla nəticələndi. 1759-cu ildə Qarabağa yürüş elədi və 1759-cu ildə Qarabağa yürüşü nəticəsində Şuşa qalasının 6 aylıq mühasirədən sonra Qarabağı ələ keçirdə bildi. Və beləliklə Qarabağ xanlığı 1759-cu ildə Urmiya xanlığından asılı hala düşdü. Azərbaycanın şimalında daha sonra isə İrəvan və Şəki xanlıqlarını da özünə tabe etdi. Və beləliklə artıq Fətəli xan Əfşar öz hakimiyyətin Azərbaycanın şimal torpaqlarının bir hissəsinə də öz hakimiyyətin yaydı. Artıq bu dövrdə Məhəmməd Həsən xan Qacarın ölümündən sonra İranda hakimiyyət uğrunda mübarizə aparan əsas qüvvəyə çevrilmişdi Kərimxan Zənd. Kərimxan Zəndin isə əsas rəqibi Urmiyalı Fətəli xan Əfşardır. Ona görə də Kərimxan Zənd tamamilə İran və Azərbaycanın cənub torpaqlarını ələ keçirmək üçün mübarizəyə başladı. Azərbaycanın cənubuna 1760, 1761 və 1762-ci illərdə yürüyüş etmişdi. Kərimxan Zənd 1760-cı ildə Təbrizə yürüyüş etsə də, bu Təbrizi ələ keçirmək niyyəti baş tutmadı. Uğursuzluğa düçar oldu. 1761-ci ildə yenidən Azərbaycanın cənub torpaqlarına yürüyüş elədi. Ucan düzündə Qaraçəmən yaxınlığında Urmiyalı Fətəli xan Əfşarın qüvvələri ilə Kərimxan Zəndin qüvvələri arasında döyüş baş verdi. Əvvəllər döyüşdə üstünlük Fətəli xan Əfşarın tərəfində idi, lakin Fətəli xan Əfşarın müttəfiqlərindən biri Xoylu Şahbaz xan idi. Xoylu Şahbaz xan Kərimxan Zəndin tərəfinə keçdi, xəyanətə yol verdi və bunun nəticəsində üstünlük yenidən Kərimxan Zəndə keçdi. Kərimxan Zənd tərəfindən 1762-ci ildə Marağa şəhəri ələ keçirildi. 1762-ci ilin mayında 9 aylıq mühasirədən sonra isə 1763-cü ildə Urmiya tabe edildi. Urmiya tutulduqdan sonra artıq Fətəli xan Əfşar da girov götürüldü. Və Fətəli xan Əfşar aparıldı Şiraza. Bu tarixşünaslıqda Şiraz qonaqlığı və yaxud da Şiraz şənliyi kimi tanınır. Şiraz qonaqlığında iştirak edən xanlıqlar hansılardır? Naxçıvan xanı Hacı xan iştirak edirdi, Qarabağ xanı Pənahəli xan iştirak edirdi, Xoy xanı Şahbaz xan iştirak edirdi, Sərəb xanı Əli xan iştirak edirdi və Qaradağ xanlığında bu qonaqlıqda iştirak edən xanlıqlardan idi. Və beləliklə 1763-cü ildə Kərimxan Zənd Urmiya xanlığını məğlubiyyətə uğratdı və bir sıra Azərbaycan xanlıqlarını müvəqqəti olaraq özündən asılı hala saldı. Artıq 1763-cü il hadisəsindən sonra Azərbaycanın cənub torpaqlarında Urmiya xanlığının hökmranlığına son qoyuldu. Urmiya xanlığı bu hadisədən sonra zəiflədi. Azərbaycanın cənub torpaqlarında yaranmış güclü xanlıqlardan biri də Xoy xanlığı idi. Xoy xanlığının əsası Şahbaz xan tərəfindən qoyulmuşdu. Şahbaz xan bir müddət Urmiya xanlığı ilə müttəfiqlik siyasəti yeritmişdi. Şahbaz xanın dövründə xanlıq güclənmişdi. Lakin Şahbaz xan 1763-cü ildə Urmiya xanlığının zəifləməsindən sonra Xoy xanlığı yenidən müstəqillik qazandı və bu zaman hakimiyyətdə olmuşdu Əhməd xan. Əhməd xanın hakimiyyəti 1763-1786-cı illəri əhatə edir. Artıq Xoy xanlığı Azərbaycanın cənub torpaqlarında Urmiya xanlığının zəifləməsindən sonra ən güclü xanlığa çevrilmişdi. Bir müddət Kartli Kaxetiya çarlığı ilə diplomatik əlaqə yaratmışdı. Diplomatik
diplomatik əlaqə yaratmışdı. Müəyyən tarixi dövrlərdə Xoyxani Əhməd xan öz hakimiyyətini Naxçıvan, İrəvan, Təbriz və Qaradağ xanlıqlarına da yaymışdı və bu xanlıqları özündən asılı hala salmışdı. Azərbaycanın cənub torpaqlarında ilk dövrlərdə qüdrətli xanlıqlardan biri Təbriz xanlığı olmuşdu. Təbriz xanlığının müvəqqəti qüdrətli olması çox az bir müddəti əhatə edir. Təbriz xanlığının əsası Əmiraslan xan tərəfindən qoyulmuşdu. Əmiraslan xan bir müddət İrəvan hakimi də olmuşdu əvvəllər. O Nadir Şahın yaxın qohumlarından idi. Nadir Şahın əmisi oğlu idi. Əmiraslan xan 3-cü Sam Mirzənin üsyanının yatırılmasında da iştirak etmişdi. Təbriz xanı Əmiraslan xanın əsas məqsədi müstəqil dövlət yaratmaq idi. Hətta bir müddət ilk dövrlərdə Ərdəbil və Qaradağ xanlıqlarını da özündən asılı hala salmışdı. Lakin sonraki dövrdə Urmiya xanlığından asılı hala düşmüşdü. Ərdəbil xanlığı Azərbaycanın cənub torpaqlarında yaranan xanlıqlardan biri də Ərdəbil xanlığı idi. Ərdəbil xanlığının əsası Şahsevən tayfasından olan Bədir xan tərəfindən qoyulmuşdu. Ərdəbil xanlığı Urmiya xanlığından asılı hala düşməmişdi. Urmiya xanlığından asılı hala düşməsə də bir müddət Təbriz və Qarabağ xanlıqlarından asılı hala düşmüşdü. 1784-cü ildə Qubalı Fətəli xan Ərdəbilə və Meşkinə yürüş edib Ərdəbili tutsa da, burada uzun müddət qala bilməyib geri çəkilmişdi. 18-ci əsrin sonlarında Qacarlar dövlətindən asılı hala düşmüşdü. Azərbaycanın cənub torpaqlarında yaranan xanlıqlardan biri də Qaradağ xanlığı idi. Qaradağ xanlığının əsası Kazım xan tərəfindən qoyulmuşdu. Qaradağ xanlığının mərkəzi Əhər şəhəri idi. Qaradağ xanlığı da bir müddət Urmiya xanlığından, daha sonra isə Qarabağ xanlığından asılı hala düşmüşdü. 1782-ci ildə Qaradağ xanlığının ərazisi Xoy və Qarabağ xanlığının birləşmiş qüvvələri tərəfindən tutuldu və ərazisi bölüşdürüldü. Bunun nəticəsində Qaradağ xanlığı 1782-ci ildə süqut etdi. Qaradağ xanlığı ilk süqut edən Azərbaycan xanlığı olmuşdu. Azərbaycan torpaqlarında yaranmış xanlıqlardan biri də Maku xanlığı idi. Maku xanlığı Çuxursəd bəylər bəyliyinin ərazisində yaranmışdı. Çuxursəd bəylər bəyliyinin ərazisində yaranan 3 dənə Azərbaycan xanlığı var. Hansılardır? Maku xanlığıdır, İrəvan xanlığıdır, bir də Naxçıvan xanlığıdır. Maku xanlığının əsası Bayat tayfasından olan Əhməd xan tərəfindən asılı hala, Bayat tayfasından olan Əhməd xan tərəfindən əsası qoyulmuşdu. Burada Maku xanlığı da digər Azərbaycanın cənub xanlıqları kimi 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdü. Azərbaycanın cənub torpaqlarında yaranan xanlıqlardan biri də Sərab xanlığı idi. Sərab xanlığının əsası Şəqaqi tayfası tərəfindən əsası qoyulmuşdu. Şəqaqi tayfasından olan Əli xan xanlığın əsasını qoymuşdu. Bir müddət Sərab xanlığı Məhəmməd Həsən xan Qacarla mübarizə aparmışdı və Məhəmməd Həsən xan Qacarla mübarizədə ona tabi olmamışdı. Bir müddət isə formal olaraq Şiraz şənliklərində iştirak edən xanlıqlardan biri olmuşdu və Şiraz şənliklərində iştirak etdiyi üçün bir müddət Kərim xan Zəddən formal asılılığı qəbul etmişdi. Sadıq xanın Şəqaqinin dövründə isə xanlıq ərazisi güclənmişdi. Xanlıq güclənmişdi. Marağa xanlığı, Marağa xanlığının əsası Müqəddəm tayfasından olan Əliqulu xan tərəfindən əsası qoyulmuşdu. Marağa xanlığı bir müddət Urmiya xanlığından asılı hala düşmüşdü. Bu xanlıqda digər Azərbaycanın cənub xanlıqları kimi 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdü. Azərbaycanda yaranan xanlıqlardan biri də Zəncan xanlığı idi. Zəncan xanlığının əsası Əfşər tayfasından olan Zülfüqar xan tərəfindən əsası qoyulmuşdu. Bir müddət Zəncan xanı olan Zülfüqar xan Zəncan valisi də olmuşdu. Hətta bir müddət özünün hakimiyyətin Qəzvinə də yaymışdı. Qəzvini də tabi edərək özündən asılı hala salmışdı. Ümumiyyətlə, Azərbaycanın cənubunda bir sıra xanlıqların əsası Əfşər tayfaları tərəfindən qoyulub. Əfşər tayfaları tərəfindən əsası qoyulan xanlıqlar hansılardır? Urmiya xanlığıdır, Əfşər tayfaları tərəfindən əsası qoyulub. Təbriz xanlığıdır, əsası Əfşər tayfaları tərəfindən qoyulub. Zəncan xanlığıdır, əsası Əfşər tayfaları tərəfindən qoyulan xanlıqlardır. Bir müddət İrəvan xanlığının əsası da Əfşar tayfaları tərəfindən qoyulmuşdu. Lakin sonraki dövrdə İrəvan xanlığında Qacarlar sülaləsi hakimiyyətə gəlmişdi. Bu dərsimizlə bağlı bu qədər.